Qoxu gəlir, çox pis qoxu gəlir və ciddi şəkildə bir narahatlıqdır. Dəhşət vəziyyəti idi. Bu mənzərə heç də sel sularının nəticəsində yaranmış bir mənzərə deyil. Kanalizasiya borusunun partlaması, dolması nəticəsində əmələ gələn bir mənzərədir. Hazırda biz Novxanı Bağlar yaşayış masivindəyik. Gördüyünüz kimi 10 gündən çoxdur ki, həyət bu vəziyyətdədir. Və bu evlə bərabər digər evlərdə də su basma müşahidə olunur. Aidiyyəti qurumlara müraciət olunsa da hal-hazırda bu işə baxılmır. Bu mənzərə bir 10 gün bundan qabaqda bu hadisə baş vermişdi və 10 gün, 3 gün dalbadal qaynar xəttdə şikayət etməyimizə baxmayaraq buna bir əlac eləmədilər. Sonra Azərsunun rəhbərliyinə müraciət olunduqdan sonra gəldilər, elə belə suyun qarşısını aldılar və dünən axşamdan yenidən bu hadisə təkrar olunur. Son günlərdə Sumqayıt şəhəri Novxanı Bağlar yaşayış masivində ciddi ekoloji və sosial problem yaranıb. Rəna Əsadovaya məxsus fərdi yaşayış evinin həyətini artıq bir neçə gündür ki, kanalizasiya suları basıb. Həyətin tamamilə bataqlığa çevrilməsi nəinki ətraf mühitə zərər vurur, həmçinin ailənin və qonşuluqda yaşayan sakinlərin sağlamlığı üçün də ciddi təhlükə yaradır. Mövcud vəziyyət barədə aidiyyəti qurumlara dəfələrlə məlumat verilib, lakin bütün şikayətlər nəticəsiz qalıb. Problemin həllinə hələ də konkret addım atılmayıb. Sakinlərin sözlərinə görə vəziyyət getdikcə daha da pisləşir və kanalizasiya suları həyətin çöl hissəsindən evin girişinə qədər yayılıb. Bu da həm maddi ziyana, həm də üfunət iynə və xəstəlik mənbəyinə çevrilib. Çox təəssüf olsun ki, Azərbaycandakı digər qurumların işçiləri kimi bu qurumun da işçiləri öz işinə vicdanla yanaşmırlar. Baxın, su buralara da gəlib çıxıbdı. Artıq su yerin altı ilə, torpağın altı ilə hoparaq bağın yarısına qədər gəlib. Bizim bağ xəstəxanadan ikinci bağdır. İndi təsəvvür eləyin ki, bu ikinci bağda belə bir vəziyyət varsa, qonşunun həyətində hansı vəziyyət var? Əvvəl görməmişdim. Bir 10 gün bundan qabaq, ilk dəfə 10 gün bundan qabaq oldu. 2 gün bağ bütün suyun içində oldu. Qaynar xəttə zəng elədim. Həmən gün heç nə eləmədilər. Səhərsi işdən gəldim, gördüm yenə də eyni vəziyyətdir. Həmən gün mənim qeydiyyatım da var. 4-5 dəfə onlara zəng elədim. Növbəti gün bağladılar, gəldilər, nəsə elədilər. Sonra 2 gündən sonra yenə də eyni vəziyyət. Bütün bağın yarısını su basmışdı. Yenə də zəng elədim, şikayət elədim, gəldilər, bağladılar. Dünən axşamdan yenə də başlamışdı. Fikir verin, bir arx kimi bir şey qazdım gecə saat 12-yə qədər ki, heç olmasa həyətin yarısına getməsin. Sonra çox dəhşət vəziyyəti idi. Həyətin kanalizasiya suyu basmışdı, iylənirdi, bağa girmək mümkün deyildi. İydən başqa işdən gəldim, gördüm bu ağacların 3 dənəsi aşıb. Ona fikir verin, ağacla dayaq qoymuşam indi. Orada da bir badam ağacı quruyur, fikir verin. Bütün o tikililərin hamısı suyun içində. Dəfələrlə müraciət eləmişəm. Orada 2 dənə quyu var, bir dənə də başqa bir kanalizasiya quyusu var. Ora yönləndirmək mümkündür onu. Mən vallahi imkanım olsa özüm gedib onu yönləndirərəm. Dünən çox əsəbi idim, həddindən artıq. Olmaz, buna bir əncam çəkmək lazımdır. Belə olmaz axı. Kanalizasiya suyudur, antisanitariyadır, iylənir hər yer, ağaclar quruyur, evin altına qədər su gedib. Son 10 gündür kanalizasiya sularının bura basmağı, bütün həyəti, bütün evin altına qədər gedir, çatır. Hətta yəni bura girmək olmur, ağaclar zədələnir, qoxu gəlir, çox pis qoxu gəlir və ciddi şəkildə bir narahatlıqdır. Və bunu tam olaraq həll eləmirlər də. Müvəqqəti olaraq 1 günlük, 2 günlük həll olunur, amma yenə də bu təkrarlanır, davam eləyir və eyni problemi yaşayırıq. Nasibi olaraq iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxs Bağlar Su Kanalı İdarəsi ilə əlaqə saxladıq. Ad çəkilən qurumun rəhbərliyi bildirdi ki, məlumat daxil olan kimi vətəndaşın haqlı şikayəti tam araşdırılıb. Tutulmaya məruz qalan kanalizasiya xətti əməkdaşlar tərəfindən təmizlənməsi ki, həyata keçirilib. Ərazi onlar tərəfindən bundan sonra diqqət mərkəzində saxlanılacaq deyə Bağlar Su Kanalı İdarəsindən bildirilib. Xüsusilə vurğulayaq ki, bu cür vəziyyət ilk növbədə insan hüquqlarının pozulması deməkdir. Gigiyenik və sağlam mühitdə yaşamaq hüququ hər bir vətəndaşa təmin edilməlidir. Lakin burada əksinə,
Sakinlər məcbur qalıb üfunətli və antisanitar şəraitdə yaşamağa davam edirlər. Eyni zamanda belə halların vaxtında qarşısının alınmaması aidiyyatı qurumların məsuliyyətsizliyindən və ictimai nəzarətin zəifliyindən xəbər verir. Problemin əsas səbəblərindən biri kanalizasiya xəttlərinin ya köhnəlməsi, ya da düzgün texniki xidmət göstərilməməsi ola bilər. Belə olan halda bu sahədəki laqeydlik vəziyyətin daha da ağırlaşmasına şərait yaradır. Əgər belə hallar vaxtında aradan qaldırılmasa, təkcə bu ailə deyil, ətraf ərazidə yaşayan bütün sakinlər üçün epidemiya və digər sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq DNAS TV üçün.